Allah xeyrimizi versin. Sağlıqlarımıza qismət olsun hamının. Amin inşallah. Devlətimizə dəyməsin, prezidentimizə dəyməsin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Saldatlarımıza dəyməsin. Vətənimiz sağ olsun. Siz sağ olun. Allah hamının köməyi olsun. Amin inşallah. Hardan gəlmisiniz? Ağdamdan, Ağdam Qaşqırıyam, Qucağında yaşayıram. Uzaqda yaşadınız, gəldiniz buraya artıq. Yəqin hərdə danağayıraq. Xeyirli eləsin, Amin. yaşamağa nəsib eləsin. Baxın, gözəl şəraitdir. Amin. Üç otaqlı ev. Sağlığınıza qismət. Hamının sağlığına qismət olsun. Allah hamının köməyi olsun. 30 ildən sonra indi qaçanda 33 yaşım var idi, indi 68 yaşım var. 68 yaş. Hə. 5 nəfərdən qaçmışdım, indi 5 dənə nəvəm var. Maşallah olsun. Allah köməyiniz olsun, sizə də qismət olsun. Hamıya qismət olsun, hamı nəvə görsün. Amin inşallah. Allah belə kömək olsun prezidentimizin, belə nətədim, icra hakimiyyətimizin, belə canı sağ olsun ki, belə gözəl evlər, belə cəmaata tikib verib başına dönüm. Belə 30 il bundan qabaq belə çıxmışıq, indi bu yaşımızda gəlmişik. Allah hamısını kömək olsun, prezidentimizin canı sağ eləsin, başçımızın onu kimi, nə bilim, şahidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də Allah kömək eləsin, qadan alın. Sağ olun. Siz hardan gəlmisiniz? Mən də elə Ağdamın Quzanlı kəndindən gəlmişəm. Quzanlı kəndindən gəlmisiniz. Neçə otaqlı evlə təmin olunmusunuz? Elə 2 otaqlı. Allah xoşbəxt yaşamağı nəsib eləsin. Sağ ol, qadağan, sağ ol. Allah hamıya belə evlər, hə, sağ ol. Hamıya belə qismət eləsin. Amin. Belə evlər, hə, hamıya. Çox sağ olsun belə prezidentimizi, başçımızı. Belə ömrü uzun olsun. Amin, amin inşallah. Var olun. Sağ ol, qadağan, sağ ol. Amin, amin, amin.